Dünya görüşünü artırmaq istəyənlərin məkanı Infomotaya xoş gəldiniz. Bugün dünyanın ən qorxulu həbsxanalarından danışırıq. Onlarda saxlanılan məhbusların həyat tərzləri, istifadəyə verilmə vaxtları, həmin həbsxanalarda dustaq olmuş məşhur şəxslər və s. bu kimi maraqlı məlumatlarla tanış olacağıq. Videoya başlamazdan öncə qeyd edim ki, məlumatlandırıcı və sual-cavab tipli videolarımızın davamlı olması üçün kanala abunə olmağı, videonun aşağısında abunə ol işarəsini klikləməyi unutmayın. Qinçing həbsxanası Çinin paytaxtı Pekində yerləşir. Dəniz səviyyəsindən 1 kilometr yüksəklikdə yerləşən bu həbsxana ölkənin ən ağır cinayətlər törətmiş məhbuslarının, eləcə də yüksək profilli siyasi məhbusların saxlanma yeridir. Həbsxanada 5000-ə yaxın təhlükəsizliyi qoruyan işçi fəaliyyət göstərir. Tikilməsində SSR-nin böyük köməkliyi olmuş bu həbsxananın adı uzun müddət ictimaiyyətdən gizlədilir və yalnız 156-cı layihə deyə adlandırılırdı. Bu cür adlanmasına səbəb isə həqiqətən də Çin və SSR arasında sadəcə 157 layihədən 156-cı olması idi. Həbsxana 1958-ci ildə tikilmişdir. Həbsxana kameralarında yazı stolları, özəl hamamları var və məhbuslara kitab oxumağa, idman etməyə və oyunlar oynamağa icazə verilir. Lakin bu şərtlər məhbusdan məhbusa fərqlənə bilər. Məsələn, daha yüksək səviyyəli məhbuslar 2 pəncərəli kamerada, nisbətən daha adilər isə 1 pəncərəli kamerada saxlanılırlar. Tadmor həbsxanası Suriyada Dəməşq şəhərinin 200 kilometrliyində yerləşir. 1930-cu illərdə fransız mandatlar tərəfindən hərbi kazarma kimi istifadə üçün tikilmişdir. Lakin təməl insan hüquqlarının pozulması, insanlara işgəncə və kütləvi şəkildə məhbusların həyatlarına son qoyulan həbsxana kimi məşhurlaşmışdır. Dairəvi formada inşa edilən bu həbsxana məhbuslara daim nəzarət üçün əlverişli idi. Keçmiş məhbusların dediyinə görə onlara yerlərindən tərpənməyə, yuxarıya və bir-birlərinə baxmağa belə icazə verilmirdi. Nəticələr o qədər acınacaqlı ola bilərdi ki, heç bir məhbus bunu etməyə cəsarət edə bilmirdi. Bir neçə dəfə bağlanıb açılan bu həbsxananın 2001-ci ildə də fəaliyyəti dayandırılmış və məhbuslar digər həbsxanalar arasında paylaşdırılmışdı. 2011-ci ildə fəaliyyəti yenidən bərpa olunan Tadmor həbsxanası dövlət əleyhinə nümayişlərdə iştirakına görə həbs olunan 350 nəfərin sorğu istintaq mərhələsinə şahidlik etmişdir. 2015-ci ildə IŞİD tərəfindən ələ keçirilən bu həbsxana binaya əvvəlcədən yerləşdirilmiş bombalarla partladılmış və beləliklə yerlə yeksan edilmişdir. Tadmor bura düşən şəxslərin ən çətin sağ qala biləcəyi həbsxanalardan biri kimi tarixə düşmüşdür. Guantanamo həbsxanası kimi tanınan məşhur Camp Delta həbsxanası Kuba ərazisində yerləşən, lakin Amerika hərbi bazalarının idarəçiliyində olan Guantanamo ərazisində yerləşir. Amerikanın ən vacib hesab etdiyi kriminallarının saxlanıldığı yer olan Guantanamo həbsxanası 2002-ci ildə fəaliyyətə başlamışdır. Həbsxana Amerika ərazisində yerləşmədiyindən Amerika qanunlarına tabe deyil. Əsasında insan hüquqları dayanan Amerika qanunlarına görə həbsxanalarda məhbuslarla davranışın belə bir qaydası olduğu halda Guantanamo'dakı həbsxanada məhbuslara həbsxananın mülkü kimi yanaşılır və onlardan məlumat almaq məqsədi ilə hər cür işgəncə üsullarına əl atılır. Bu terror eyni zamanda Əl-Qaida şübhəlilərinin saxlanıldığı və cəzalandırıldığı həbsxanadır. Burada 12 gözətçiyə yalnız bir məhbusa nəzarət etmək belə tapşırıla bilər. O həbsxanadan qaçmaq yolu tapsan belə özünü düz hərbi bazanın ortasında görəcəksən. Odur ki, buradan qaçış qeyri-mümkün deyiləcək qədər çətindir. Ümumilikdə indiyə kimi 800-ə yaxın məhbusun gəlib keçdiyi Guantanamo həbsxanasında hal-hazırda 40 məhbus saxlanılır. HMP Belmarsh həbsxanası İngiltərənin paytaxtı Londonda yerləşir. Həbsxananın adının açılışı Her Majesty's Prison, yəni Kraliçanın həbsxanası mənasını daşıyır. A kateqoriyalı həbsxana olan HMP Belmarsh bütün Birləşmiş Krallıqdan ağır cinayətlərdə təqsirli bilinən kriminalları saxlamaq üçün istifadə olunur. 2001-2002-ci illərdə geniş yayılmış terror aktları səbəbindən bu illərdə xüsusi aktivliyi ilə seçilmişdir. Ümumiyyətlə, həbsxanadan daha çox terrorla əlaqəli məhbusların saxlanması üçün istifadə olunur. Məhz kraliçanın olduğuna görə əvvəllər yalnız kraliça şübhələndiyi şəxsləri həbs etdirib bu həbsxanada sorğu-sual etmə haqqına sahib idi.
Lakin sonradan digər məhbusları da qəbul edən HMP Belmarsh həbsxanası məhbuslara idman etmək, savadlarını artırmaq, işləmək imkanları da yaradır. Bunlara baxmayaraq bu həbsxanada məhbusların həyatı o qədər çətindir ki, bəziləri intihar etməyi yeganə seçim kimi görürlər. Bu səbəbdən məhbusların özlərinə zərər verməklərinin qarşısını almaq məqsədi ilə xüsusi qruplar təşkil olunmuşdur. Bu həbsxanada təhlükəsizlik səviyyəsi o qədər yüksəkdir ki, hətta Britaniya Guantanamosu ləqəbini də qazanmışdır. Federal İslah Kompleksi Amerikanın Indiana ştatında yerləşir. 1940-cı ildə tikilmiş bu həbsxanada eyni zamanda 3000-ə qədər məhbus saxlanıla bilir. Bir neçə korpusdan ibarət olan bu həbsxananın bir korpusu yalnız çox təhlükəli məhbuslar üçündür. Bu videomuzda da məhz bu korpusuna görə yer alır. Ölüm cəzası almış məhbuslar cəza müddətləri çatana qədər məhz burada saxlanılır. Digər ştatlardan da təhlükəli məhbuslar məhz bu korpusa göndərilir. Ən güclü nəzarət sistemi olan həbsxanalardandır. Yüksək riskli məhbuslar daha ciddi rejimdə və daha ciddi nəzarət altında saxlanılırlar. 23 saat kamerada keçirtməyə məcbur olan məhbuslara yalnız yarım saat yemək, yarım saat həyata çıxmaq icazəsi verilir. Amerikanın bir çox ştatlarında ölüm hökmü artıq qüvvədə olmasa da, bəzi ştatlarda bu qanun hələ də qüvvədədir. Indiana ştatı bu ştatlardandır. Hal-hazırda Federal İslah Kompleksində ölüm hökmü məhbusların bədəninə iynə vasitəsilə zəhər ötürülərək həyata keçirilir. Fuku həbsxanası Tokyo, Yaponiyada yerləşir. 1935-ci ildə zəlzələ nəticəsində Yaponiyanın əsas həbsxanasının dağılmasından sonra bu həbsxananın tikilməsi qərarı alınmışdır. Keçmişdə 2-ci Dünya müharibəsi məhbuslarının saxlanıldığı yerlərdən biri olmuşdur. Ərazinin sahəsi 226 min kvadrat metrdir. Sahəsi çox böyük olduğuna görə Yaponiyanın ən əsas həbsxanası kimi tanınır. 2015-ci ildə 2086 məhbus saxlanılmaqla Yaponiyada ən çox məhbus saxlanılan həbsxana olmuşdur. Həbsxana haqqında çox məlumat olmasa da, məhbusların çox ciddi rejimdə saxlanıldığı məlumdur. Yaponiyanın ən ağır cinayətlər törətmiş şəxslərinin saxlanıldığı yer olan Fuku həbsxanası buradan qaçıla bilinməyən həbsxana kimi rekord göstəriciyə sahibdir. Bu da çox güman ki, Yaponiyanın açıqlamaq istəmədiyi, lakin təsəvvür belə edə bilməyəcəyimiz çox güclü təhlükəsizlik tədbirlərinin olması səbəbindəndir. Məhbuslara həbsxanaya düşdükləri ilk günlərdə necə danışmalı, necə gəzməli, oturmalı, durmalı, yatmalı, yeməli olduqlarına qədər qaydalar qoyulması həbsxananın necə ciddi rejimli olduğunu təxmin etməmizə yəqin ki, kifayətdir. Artur yolu həbsxanası Hindistanın Mumbay şəhərində yerləşir və Mumbayın ən qədim və ən böyük həbsxanasıdır. 1926-cı ildə tikilmiş və tikiləndə yalnız 800 məhbusun saxlanılması üçün nəzərdə tutulmuşdu. Lakin hal-hazırda həbsxanada olan məhbusların sayı 2000-i ötür. Məhbusların sayı nəzərdə tutulandan xeyli çox olduğuna görə həbsxananın imkanları və şəraiti qənaətbəxş vəziyyətdə deyil. Məhbuslara normal şərait təmin edə bilmədikləri üçün həbsxanada xəstəlikdən ölmə halları getdikcə artır. Hətta məhbus sayı bəzən elə həddə çatır ki, artıq həbsxana tərəfindən yeni məhbus qəbul etməkdən də imtina edilir. Yalnız 8000 kvadrat metr sahəsi olan Artur yolu həbsxanası saxlama şərtlərinə görə çox pis nüfuza malikdir. Bundan öncə qeyd etdiyimiz Fuku həbsxanası ilə müqayisə etsək, vəziyyətin necə acınacaqlı olduğunu görə bilərik. Əgər 226 min kvadrat metrlik Fuku həbsxanasında 2000 məhbus saxlanılırdısa, ondan 28 dəfə kiçik olan bu həbsxanada da eyni sayda insan cəza çəkir. Çox güman ki, təxmini vəziyyəti təsəvvür edə bildiniz. La Santé həbsxanası Fransanın paytaxtı Parisdə yerləşir. 1867-ci ildə tikilmiş və 2000 məhbus üçün nəzərdə tutulmuşdur. Fransanın ən əsas 3 həbsxanasından biri sayılır. İlk tikiləndə 500 həbsxana kamerası olsa da, sonradan 1900-cü illərdə kamera sayı 2 qat artırılaraq 1000-ə çatdırılmışdır. Bu həbsxananın ən məşhur cəhəti odur ki, bura düşən məhbuslar heç bir yolla buradan xilas ola bilməzlər. Belə ki, həbsxanadan qaçış qeyri-mümkündür. Yalnız cəza müddəti bitən şəxslər azadlığa çıxa bilər. 1900-cü illərdə bir neçə qrup məhbus bu həbsxanadan qaçmağın yolunu tapdığını zənn edərək plan qurmuş və kanalizasiya boruları ilə həbsxanadan qurtulmağa çalışmışdılar.
Lakin məhbuslar boru xəttinin bir başının açıq, digər başının isə betonlanmış olduğundan xəbərsiz imişlər. Çox uzun olan bu boru vasitəsilə sürünərək günlərlə yol getmiş məhbuslar çıxış olmadığını gördükdə geri qayıtmaqdan başqa bir yolları qalmamışdır. Lakin boru çox uzun olduğundan bu dar yollarda gücsüzlükdən həyatını itirən məhbuslar az olmamışdır. Alcatraz həbsxanası Amerikanın Kaliforniya ştatının San Francisco şəhəri yaxınlığında yerləşir. Daha dəqiq desək, Alcatraz həbsxanası elə Alcatraz adasında yerləşir. Bəzən bu adaya Alcatraz yox, Qaya deyirlər. Amerikanın ən güclü təhlükəsizliyi olan federal həbsxanasıdır. Dünyanın ən məşhur həbsxanası kimi tanınır. Əsas mafiya başçılarından biri olan Al Capone və mafiya dünyasının digər önəmli adları məhz bu həbsxanada ömür sürüblər. Alcatraz həbsxanası 11 avqust 1934-cü ildə fəaliyyətə başlamış və 1963-cü il 21 mart tarixində həbsxana kimi fəaliyyəti dayandırılmışdır. Ondan əvvəl Amerika Silahlı Qüvvələrinin bazası kimi fəaliyyət göstərmişdir. Çox az müddət həbsxana kimi işlədilməsinə baxmayaraq, bu qısa müddətdə mafiya dünyasının önəmli fiqurlarının saxlanıldığı yer kimi və güclü rejiminə görə bütün dünyaya səs salmağı bacarmışdır. Bu həbsxanaya digər həbsxanalardan davamlı olaraq problem yaradan məhbuslar göndərilirdi. 312 məhbus üçün nəzərdə tutulan Alcatraz həbsxanası 1576-ya qədər məhbusu saxlama məcburiyyətində olmuşdur. Həbsxananın işçi heyəti ailələri ilə birgə adada xüsusi qorunan kiçik bir şəhərcikdə yaşayırdılar. Bu həbsxanadan da qaçışın çox müşkül məsələ olduğu çox güman ki aydındır. Hər tərəfdən su ilə əhatə olunan həbsxana bütün ada ərazisini özündə cəmləşdirir. Həbsxanadan qaçma yolunu tapan məhbus belə suyun ortasında nə edəcəyini bilmədən məcburən öz xoşluğu ilə həbsxanaya qayıtmalı idi deyə düşünülürdü. Lakin fəaliyyətdə olduğu müddətdə Alcatrazdan qaçmaq üçün 14 dəfə cəhdlər edilmişdir. Ümumilikdə 36 məhbusun təşkil etdiyi bu qaçma cəhdləri hər biri uğursuz olmuş, 23 nəfəri tutulmuş, 6-sı güllələnmiş, 7-si isə suda batmışdır. Hal-hazırda Alcatraz muzey kimi fəaliyyətdədir və hər il 1,5 milyon turist cəlb edir. Bundan əlavə hər il Alcatrazdan qaçış triatlonu keçirilir və yüzlərlə idmançı bu idman yarışında iştirak edərək Alcatrazdan qaçışın mümkün olduğunu və üzərək oradan sağ çıxmağın mümkünlüyünü sübut etməyə çalışırlar. İlk dəfə 1980-ci ildə keçirilən bu yarışa San Franciscoya qədər 2,5 kilometr üzmək, 29 kilometr velosiped sürmək, 13 kilometr isə qaçmaq daxildir. Birinci yerdə Alcatraz olmalı olsa belə, hal-hazırda həbsxana kimi fəaliyyət göstərməməsi onu ikinci yerə salır. Birinci yeri isə həqiqətən acımasız şəkildə məhbuslara davranılan və bəzən Alcatrazın Carceri adlandırılan ADX Florence həbsxanası tutur. Məlumat üçün qeyd edim ki, Carcer həbsxanada yaratdığı problemlərə görə məhbusların əlavə cəza çəkməsi üçün göndərilən yerdir. Bu həbsxanada gün işığı görmüş şəxslərin sayı əllə sayılacaq qədər azdır. Çünki burada 99% məhbus süni işıqdan başqa bir işıq görmür və bura düşüblərsə, ömürlük düşdüklərinə görə həyatlarında ölümdən başqa bir şey gözləməyin mənasız olduğunu çox tez başa düşürlər. Sual edilə bilər ki, bəs bu həbsxanada məhbuslar niyə intihar etmədən həyatlarını ümidsiz şəkildə gözləməklə davam edirlər? Çünki həbsxanada məhbusun özünə zərər verə biləcək heç bir imkanı olmur. 24 saat izlənmə altında olan məhbuslar günün 23 saatını kamerada keçirib, yalnız yarım saat yemək, yarım saat da kameraların qabağında keçirmək üçün icazə haqqına sahibdirlər. Həbsxana heyətini seçən qrup məhz bu həbsxana üçün məhbusları çox asanlıqla öldürə biləcək şəxslərdən ibarət heyət seçir. Amerikadakı həbsxanaları məhbusların yaşam şərtlərinə görə bir neçə kateqoriyaya bölürlər. Onlardan ən yüksəyi maksimum təhlükəsizlik həbsxanalarıdır ki, Alcatraz bu kateqoriyaya daxil idi. Məhz bu həbsxana üçün isə ayrı kateqoriya yaradılmışdır. Kateqoriyanın adı sadə olsa da, bu həbsxana haqqında çox şey deyir. Adı Supermax olan bu kateqoriya ADX Florence'də rejimin nə qədər ciddi olduğunu göstəricisidir. Amerikanın Colorado ştatında yerləşən ADX Florence 1994-cü ildə fəaliyyətə başlamışdır. 490 məhbus üçün nəzərdə tutulsa da 398 məhbus sayını heç vaxt ötməmişdir. Bu həbsxana haqqında yarı həqiqət, yarı zarafat belə bir söz var ki, bu həbsxanadan çıxmağın yolu ya dünyanı dəyişmək, ya da digər bir həbsxanaya düşməkdir.
Qalan bütün digər həbsxanalar buradan yaxşı olduğuna görə məhbuslar üçün buradan çıxdıqdan sonra hara göndərilməklərinin heç bir fərqi olmur. Digər həbsxanaların məhbusları azadlığa çıxmağı düşünəndə bu həbsxanadakılar azadlığı tamamilə unutmuş, bir balaca da olsa həyatlarının asan olması üçün digər həbsxanaları arzu edirlər. Həbsxana haqqında digər maraqlı faktlardan biri də odur ki, məhbus ömrünün 50 ilini də burada keçirsə, yenə də nəyin harda olduğunu yadında saxlamağı qeyri-mümkündür. Çünki həbsxana heyəti məhbusları yeməyə apararkən gözlərini bağlayır və hər dəfə fərqli yollarla aparırlar. Bundan əlavə, həbsxanada kameraların uzunluğu 3,5 metr, eni 2 metrə bərabərdir. Günün 23 saatını belə bir otaqda keçirtmək düşünüləsi belə deyil. Dünyanın ən qorxulu həbsxanaları siyahımızın sonuna gəldik. Ümid edirəm mövzu sizə maraqlı oldu. Şərhlərdə düşüncə və fikirlərinizi qeyd etməyi, videonu bəyənib dostlarınızla bölüşməyi, gələcək videolardan xəbərdar olmaq üçün isə kanala abunə olmağı unutmayın. Növbəti videomuzda görüşənədək.